Amerika Birləşmiş Ştatlarının Azərbaycanla strateji tərəfdaşlığı rəsmiləşdi. Vitse-prezident J.D. Vance-in Bakıya səfəri çərçivəsində imzalanan strateji tərəfdaşlıq xaritiyası ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırdı. Və strateji tərəfdaşlıq xaritiyası nədir və özündə nələri ehtiva edir? Sənəd qarşılıqlı suverenlik, müstəqillik və ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır. Xartiyanın əsas hədəflərindən biri regional bağlantıların gücləndirilməsidir. Sənəddə Orta Dəhlizin inkişafı vurğulanır. Eyni zamanda Zəngəzur dəhlizi, Trip layihəsi regionda sülhə, rifaha və əməkdaşlığa xidmət edən mühüm platforma kimi qiymətləndirilir. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında davamlı bağlantının vacibliyi qeyd edilir. Enerji sahəsində tərəfdaşlıq xartiyanın əsas sütunlarındandır. İqtisadi və texnoloji sahədə əməkdaşlığın dərinləşdirilməsi də diqqət mərkəzindədir. Tərəflər iqtisadi inteqrasiyanı dəstəkləyir, sərmayə qoyuluşlarını təşviq edirlər. Süni intellekt, rəqəmsal infrastruktur və data mərkəzlərinə sərmayələrin cəlbinə dair gözləntilər xüsusilə əhəmiyyətlidir. Təhlükəsizlik sahəsində əməkdaşlıq ikitərəfli strateji tərəfdaşlığın vacib istiqamətidir. Sənəddə Azərbaycanın sülhməramlı təhfələri də yüksək qiymətləndirilir. Xatırladaq ki, Azərbaycan və Amerika prezidentləri ötən ilin avqustunda Vaşinqtonda belə bir sənədin hazırlanması barədə memorandum imzalamışlar.